Və aleykum assalam rəhmətullah. Sual belədir ki, bazı yazır ki, mən Ramazan ayında niyyət etmişdim ki, Şəvvalın orucunu da tutacağım. Heyizimin vaxtı çox olduğu üçün qəzam da çox oldu. Qəzalarımı indi tutub qurtardım. Ara vermədən Şəvvalı tutmaq istəyirdim. Gördüm heyizim başladı. Şəvvalın da çıxmağına az qalıb. Bilirəm ki, qismət olmayacaq. Niyyət edib tuta bilmədiyim üçün boynumda nəsə borc qalırmı? Xeyr, heç bir borc qalmır. Çünki Şəvval orucu vacib deyildir və Şəvval orucunun qəzası da yoxdur. Yəni, Şəvval orucunun qəzası da yoxdur və vacib də deyil. Yəni, istəyirsən niyyət elə tut, amma tuta bilməyəsən, istəyirsən ümumiyyətlə niyyət eləyib tutma ginən, heç bir halda bunun qəzası filanı da yoxdur. Sadəcə bu, Şəvval orucu şəriətin bizə olan, yəni Allah Subhanahu bizə olan rəhmətidir ki, biz Şəvvalı 6 gün tutanda və əvvəl də 30 gün Ramazan və bir savab, bir oruc 10 savabdır. Ümumilikdə 360 savab verilir. Sanki biz bir oruc tutmuş kimi sayılırdıq. Bu baxımdan bu da Allahın rəhmətidir ki, Allah Subhanahu kimə nəsib eləyir, tutur, kimə nəsib eləmir, tutmur. Amma bunun nə qəzası, nə falan, nə borcu, heç bir şeyi insanın öhdəliyində qalmır. Və aleykum assalam rəhmətullah. Sual belədir ki, bayramdan 15 gün sonra Şəvval ayının orucunu tutmaq olarmı? Bəli, tutmaq olar. Çünki Şəvval orucu barədə iki növdə hədis gəlib, iki yolun hədis gəlib. Birinci hədisə gəlib ki, mən sama Ramadana thumma ətba'u sitten minə Şəvval, yəni kim Ramazanı tutub və arxasınca birbaşa Şəvvaldan 6 gün tutarsa, digər rivayətə gəlib ki, mən sama Ramadan thumma sama sitten minə Şəvval. İkinci rivayətə isə gəlib ki, kim Ramazan tutarsa və Şəvvaldan 6 gün tutarsa. Bu iki hədisin arasındakı fərq orasındadır ki, birinci hədisdəki Şəvval orucu Ramazandan birbaşa sonradır. İkinci hədisdə isə birbaşaya dəlalət eləmir. Yəni, bir müddətdən sonra da, yəni tək Şəvvalın 6 günü tutasan. Ona görə hər iki hədisə əsasən, kimsə Ramazandan birbaşa tutur, kimsə Şəvval içində tutur. Yəni, 10 gündən, 15 gündən sonra tutur. Yəni, əsas odur ki, insan Ramazanı tutsun və Ramazandan sonra Şəvvalın 6 gün tutsun. Hansı hədisə müvafiq olaraq əməl etsəniz, inşallah ki, həmən hədisin savabına nail olmuş olursun. Yetər ki, Şəvvalı tutasınız. İstəyirsən 10 gündən sonra tutsan, 15 gündən sonra istəyirsən 20 gündən sonra fərq eləməz. Nə qədər ki, Şəvval ayı varsa, Şəvval ayının içində 6 gün orucu tutmaq lazımdır ki, hətta Allah Rasulunun sallallahu aleyhi ve sellem dediyi kimi, bir ilin orucunu tutmuş kimi insanın savabını qazanasan. Allah müvəffəq eləsin. Və aleykum assalam rəhmətullah. Bir bacı sual soruşur, deyir ki, mən Şəvval orucunun ilk günü tutdum, iftar zamanı su içdim və tahirə getdim. Heyz olduğumu gördüm. Gözümlə iftarı açandan sonra görmüşəm. Lakin bilmirəm iftardan sonra olmuşam, yoxsa əvvəl. Mənim Şəvval orucum salir, yoxsa batil olur. Əgər siz gördüyünüz qan ləkələri yenicə gəlmiş qansa, İnşallah ki, ehtimal var ki, iftardan sonra olub. Yox, əgər qan ləkələri köhnədirsə və ya da qurumağa doğrudursa, deməli, bu iftardan qabaq olub və sizin orucunuz da batil sayılır. Sualın cavabı asılı sizin elminizdən. Yəni, siz fikir verin, yadınıza salın. Əgər ki, gələn qan, heyz qanı təzədirsə, deməli, iftardan sonra olmaq ehtimalı var. Yox, əgər qurumağa doğru gedirsə və ya da köhnəlik əlaməti varsa, deməli, oruc zamanı heyziniz başlayıb, bu baxımdan siz həmən gün yerinə bir gün əlavə qəza tutursunuz. Və aleykum assalam rəhmətullah. Sual belədir ki, Şəvval ayının orucu ardıcılıqla tutulur, yəni bir-iki gün tutub ara verib yerinə tutmaq olarmı? Ümumiyyətlə, Şəvval orucuna gəlincə isə ardıcılı tuta bilərsiniz və bir gün tutub ara verib bir gündə tuta bilərsiniz. Çünki hədisdə qeyd olunduğu kimi, kim Şəvvaldan 6 gün tutarsa və şərt də 6 gün tutulmasıdır. İstəyirsən dalbadal tut, istəyirsən ancaq 1-4-cü günlərə sal, fərq yoxdur. İstəyirsən ayın 13, 14, 15, 16, 17, 18-ci günə sal, yeni də fərq yoxdur. Əsas hədəf odur ki, Şəvvaldan 6 gün oruc tutulsun. Və aleykum assalam rəhmətullah.
Sual belədir ki, mənim 8 gün qəzam var, bunları tutmalıyam. Üzr istəyirəm, bəzi səbəblərdən arada yenə tuta bilməyəcəm. Qorxuram Şəvvalın orucunu tuta bilməyəm. Məhrum olam savabdan. Olarmı ki, birinci Şəvvalı tutum? Mən bu yaxınlarda Mədnənin fəqihlərindən olan böyük şeyxlərin olan Süleyman Ar-Ruheylin bir fətvasına qulaq astım. Şeyx Süleyman Ruheyli Həfizullah qeyd edir ki, Allah Rasulü sallallahu aleyhi ve sellem deyib ki, mən sama Ramadan thumma atbəsittə minə Şəvval. Kim Ramazan tutarsa, sonra onun arxasınca 6 gün Şəvvaldan tutarsa. Bu hədisə əsasən şeyx qeyd elədi ki, yəni ilk öncə çalışmaq lazım ki, Ramazanı tutsun. Əgər Ramazanı tutmayıbsa, o zaman Şəvvalın ona tutulmağına heç bir aidiyyəti yoxdur. Ona görə biz də bu fətvaya qədər başqa rəylər deyirdik. Amma bu fətva qarşımıza çıxandan sonra biz də müəyyən məsələdə rəyimizi dəyişməli olduq. Ona görə tövsiyəmiz budur ki, əgər kimsə 360 gün orucun savabına nail olmaq istəyirsə, necə Şəvval barədə hədisə deyildiyi kimi, o zaman çalışın ki, birinci Ramazan tutasınız və arxasınca isə Şəvvalı tutasınız Allahın izni. Allah sizi xeyrə müvəffəq eləsin. Və aleykumussalam və rahmetullah. Sual belədir ki, Ramazandan sonra qəzalarımızı tutsaq, amma Şəvvalın orucunu tutmasaq, bu zaman Ramazan orucu qəbul olurmu? Təbii ki, qəbul olur. Ramazan orucunun Şəvvalla heç bir yaxından uzaqdan əlaqəsi yoxdur. Allah Resulü sallallahu aleyhi ve sellem Şəvval orucunu tövsiyə eləməsi, yəni Şəvvalın 6 günü tövsiyə eləməsi ona görədir ki, yəni hər bir savab əməl 10 dəfə yazılır, 10 artığı ilə yazılır. Yəni sən 30 Ramazan tutmursansa 10 dənədən 10 savabdan eləyir 300 savab, 6 dənə Şəvvaldan tutsan eləyir 60, o bir şey eləyir, ümumilikdə eləyir 360 savab. Bu o deməkdir ki, sən 301 il oruç tutmuş kimi sayılırsan. Yəni 36 gün Ramazanın orucunu o savaba vuranda 360 savab elir. Bu o deməkdir ki, sən sanki bütün ili oruç tutmuş kimi olursan. Amma kimsə Şəvvalın orucunu tutmaq istəmirsə, hər hansı bir səbəbdən ağrıyır, istəmir, işi var, yorğundur və s. Onun Ramazanın orucundan yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Ramazan orucu səhidir. Sadəcə həmən insan 6 gün Şəvvalın orucunun savabını qazanmır. Vəssalam, bu qədər. Və aleykumussalam. Sual belədir ki, mən Şəvvalın 6 günü tutdum. Deyirlər 5-ci gün oruç tutulma 5 gün oruç tutulma günahdır. Mən düzgünmü oruç tutmuşam? Əgər siz davamlı olaraq 1, 2, 3, 4, 5, 6 belə oruç, Şəvval orucunu tutmuşsunuzsa, inşallah sizin orucunuzda heç bir problem yoxdur. Yəni 5-ci gün nə vaxt tutmaq olmaz? 5-ci günü ayrıca tutmaq. Misal üçün, 1-ci, 2-ci gün tutur, sonra ara verir, sonra bir dənə 5-ci gün tutur. Bax, bu olmaz. Amma siz 5-ci gün əvvəl və ya 5-ci günün sonrası günlərdən tutmuşsunuzsa, o zaman sizin orucunuz səhihdir və heç bir problem də yoxdur. Və aleykumussalam və rahmetullah. Sual belədir ki, mən Şəvvaldan 4 gün tutdum, müəyyən səbəbdən 6 günü tamamlaya bilmədim. 2 günü sonra tutsam olarmı? Təbii ki, əgər Şəvval ayı bitməmiş, siz 2 günü tutsanız, inşallah heç bir problem yoxdur. Yəni, şərt deyil 6 günü ardı-ardılığında tutasınız. Yəni, 2 gün tutub, sonra isə bir neçə gündən sonra, yenə 2 gün sonra, bir neçə gündən sonra yenə 2 gün tuta bilərsiniz. Amma yox, artıq Şəvval bitibsə və siz 4 tutub 2 gün tutmamısınızsa, o zaman sizə Şəvvalın 6 günü yox, yəni Şəvvalın 4 gün tutduğunuz sizə yazılır. 4 gün tutduğunuz sizə yazılır. Və aleykumussalam və rahmetullah. Sual belədir ki, Şəvval ayında oruç tuta bilmədiyi üçün orucunun qəbul olmadığını yəqinləşdirmək xata sayılırmı? Bu xatadır. Bu şəriətə iftiradır. Əgər kimsə elə başa düşürsə ki, mən Şəvvalı tutmamışam deyə mənim Ramazan orucum qəbul deyil, bu şəriətə iftiradır, xatadır. Yəni, belə bir düşüncə, fikir olmalı deyil. Şəvvalın 6 günü sadəcə həmən insanın daha çox savab qazanması üçündür. Amma bu səni şübhəyə salmalı deyil ki, mən Şəvvalı tutmamışam deyə mənim Ramazanım da qəbul deyil. Belə bir
alınan belə fiqh şəriətdə yoxdur. Yəni, kim bunu bu cür düşünürsə xata eləyir, yanlış eləyir, xata eləyir. Yəni, belə bir məsələ yoxdur şəriətdə. Ramazan fərzdir, vacibdir, İslamın ruknudur. Şəvval isə sünnədir. Tuta da bilərsən, tutmaya da bilərsən. Əgər kimsə bu cür düşünürsə ki, mən şəvval tutmamışam deyə mənim Ramazanım qəbul deyil, bu xatadır, bu şəriətə iftiradır. Olmaz belə düşünmək, fikirləşmək. Və aleykumussalam və rəhmətullah. Sual belədir ki, Şəvval orucunu gah fikirləşdirdim ki, sabah tutum, yoxsa tutmayım. Axırda qərara gəldim ki, tutum. Fikrim qarışdı. Görəsən, onda niyyətim doğru olurmu? Onu bilsəm yaxşı olardı. Ümumiyyətlə, bir şeyi bilin ki, fərz orucu və ya da fərz orucunun qəzası niyyət sübhə qədər olmalıdır. Yəni, sübh girənə qədər sənin niyyətin olmalıdır. Amma nafilə orucular isə gecədən sübhə qədər niyyətin olmağı vacib deyil. Misal üçün deyim ki, sübhü qılmısan, düzdür, və heç bir su, çörək filan yeməmsən. Dedin, əşki, duranda yeyərəm də. Durdun artıq, əlhəmdülillah, saat 11-12-dir. Yəni, sübhü qıldın, yatdın, 12-də oyandın. Amma sübhdən sonra heç sən yeməmsən, içməmsən də. Fikirləşsən ki, əlhəmdülillah, günün yarısı keçib, axşama 7-8 saat qalıb, qoy elə Şəvval orucunu tutum da, bəli, niyyət elib tutursan. Yəni, sünnət orucularını, nafilə orucularını, bu kimi orucular, hansı ki, fərz və onun qəzası deyilsə, onların niyyəti sübhdən sonra da ola bilər. Amma şərt odur ki, sən sübhdən sonra heç bir şey yeməyəsən və içməyəsən. Və sizin sualda buna bənzərdir. Yəni, niyyət qarışdırmışsınız, tutmayım. Sonra qərara gəlmişsiniz ki, tutasınız. Yəni, bu niyyət dəyişkənliyi sizin Şəvval orucunuza heç bir təsir etmir. Çünki Şəvval orucu fərz hökmündə deyil və ya da fərzin qəzası deyil ki, orada niyyət sübhə qədər olsun. Yəni, sübhə qədər rəy dəyişikliyi elə bilərsiniz. Günortadan sonra, günortaya kimi heç nə yeməyib, günortadan sonra, yəni sübhdən günortaya qədər heç nə yeməyib, ondan sonra niyyət edib oruç tuta bilərsiniz. Yəni, bu baxımdan yalnız istisna fərz və fərzin qəzalarında olan niyyəti. Digər orucularda isə inşallah niyyət dəyişkənliyi və ya da gec niyyət eləməkdə problem yoxdur. Və aleykumussalam və rəhmətullah. Sual belədir ki, bazar günü Şəvvalı tutmaq olar, yəni Şəvvala başlamaq üçün. Əgər siz davamlı bazar 1, 2, 3 tutacaqsınızsa, inşallah bazar günü başlamağınızda heç bir problem yoxdur. Yəni, qadağan olunan 5, 6 bazar günü tək tutmaqdır. Amma insan 4, 5 başlayırsa və ya da 5, 6 başlayırsa və ya da 6 bazar 1, 2 başlayırsa, inşallah başlayıb tuta bilər. Və aleykumussalam və rəhmətullah. Sual belədir ki, Şəvval ayının orucunu davamlı şəkildə tutanda cümə günü tutmaq olar, yoxsa cümə günü olmaz? Əgər insan Şəvval orucunu davamlı halda tutursa, bəli, 3, 4, 5, 6 belə davamlı şəkildə tutursa, bəli, cümə günündə tutmaq olar. Amma cümə günü müstəqil formada oruc tutmaq olmaz. Ona görə ki, cümə günü bayram günüdür. Yəni, hər cümə müsəlmanların bayramı sayıldığına görə cümə gündə bayram günlərindən sayılır və bayram gündə oruç tutmaq olmaz. Əgər ki, cüməni ayrıca tutmaq istəyirsə. Amma əvvəl və ya da ki, sonraki günləri birləşdirəcəksə, inşallah heç bir problem yoxdur. Və aleykumussalam. Sual belədir ki, mən Şəvval orucundan 2 gün tutdum, heclə əlaqədar uzandı, qalan 4 gün tuta bilmədim. Niyyətim hamısını tutmalıdır. İndi son 2 gününü tutmalıyam mı? Bəli, əgər siz Şəvvalı 2 gün tutmuşsa, 4 gününüz qalıbsa, siz qalan nə günlər qalıbsa, o günlər ərzində Şəvvalın çatışmayan günlərini tutub 6 günü tamamlamağa çalışmalısınız. Və aleykumussalam və rəhmətullah və bərəkət. Sual belədir ki, Şəvval orucunu ardıcıl tutmuşam həmişə. İndi deyirlər, nafilə orucları tutularkən 6-cı gün kənarda qalmalıdır. 6-cı gün Şəvvalda necə olmalıdır? Bəli, müəyyən alimlər var ki, 6-cı gün orucu ilə bağlı nəhy edirlər, yəni hədislərə əsasən və digər alimlər isə bu qadağanı yalnız 6-cı günün müstəqil formada tutulmasını bildirirlər və inşallah düzgün rəydə odur. Ona görə əgər siz Şəvval orucunu 1, 2, 3, 4, 5, 6 belə tutursunuzsa və ya da 4, 5, 6 bazar belə tutursunuzsa və ya da ki 5, 6 bazar belə tutursunuzsa, İnşallah heç bir eybi yoxdur Allahın izni ilə
davamlı tutun və inşallah ki, heç bir problem yoxdur. Amma yox desəniz ki, yox, mən yalnız istəyirəm 6-cünü tutum, sonra 2-ci tutum, sonra 4-cü tutum. Yəni 6-cünü fərdi formada ayrıca nə ondan əvvəlki, nə də ondan sonraki günə birləşdirmək istəmirsinizsə, müstəqil tutmaq istəyirsinizsə, bax bu qadağan olunan budur. Yəni müstəqil formada, tək formada tutulması. Amma əvvəl və hətta ki, sonraki günləri birləşdirirsinizsə, inşallah ki, orucunu tutun, inşallah heç bir problem yoxdur.